Okeydirsə başlayaq. Hardaydı? Bunun içindəydi. Buradaydı, düzdür. Birinci sualdan başlayaq. Birinci sualda deyir ki, LAN şəbəkəsinin əsas üstünlüyü nədir? Ümumiyyətlə LAN şəbəkəsi nə idi Vüqar bəy? Lokalda, yəni bəli, lokal olduğuna görə ərazi daha məhdud. Açar sözümüz var idi, məhdud, düzdür? Məhdud olduğuna görə, indi bir dənə baxaq gedir. Bəli, 33 saniyə gedir. Məhdud olduğuna görə burada nə olur? Daha sürətli hərəkət etmiş olur və bunun da ən böyük üstünlüyü nədir? Sürətdir. Yəni cavab B-dir. Ona bir dənə yaşıq, düzdür. Aşağıdakılardan hansı WAN şəbəkəsi nümunəsidir? WAN şəbəkəsi bilindiyi kimi Wide Area şəbəkə idi, düzdür? Wide Area şəbəkəsi növüdür. Məktəbin kompüter otağı LAN şəbəkəsidir, ev şəbəkəsi LAN şəbəkəsidir, Bluetooth PAN-dır, internet isə qlobal internet nədir? WAN-dır. Yəni düzdür. Bəli, MAN şəbəkəsinin əsasən hansı ərazini əhatə edir? MAN şəbəkəsi açılışı nə idi? Bəli, yəni MAN şəbəkəsi ümumiyyətlə nədir? Yəni nə deməkdir MAN şəbəkəsi? MAN şəbəkəsi. Yox, MAN providerdir. MAN şəbəkə növüdür. Yəni necə providerdir? Bəli. Və indi bura baxın. MAN bir otağı əhatə edən nə olar sizcə? LAN. Bəli, LAN. Bir qitəni əhatə edən nə olar? WAN. Düzdür. Bir binanı əhatə edən nə olar? Onda da LAN olacaq. Deməli, amma məndən soruşmuşam MAN. Deməli, MAN hara oldu? Dedim axı, MAN elə bir şəbəkədir ki, nə sən orada LAN istifadə edə biləcəyin qədər, WAN istifadə edə biləcəyin qədər böyük ərazidir, nə də LAN istifadə edə biləcəyin qədər kiçik ərazi. İkisinin ortası qitə ola bilməyəcəyinə görə çox böyükdür, bina çox balacadır. İkisinin arası nədir? Şəhər. Düzdür. Sağ olun. Bunu bayaq elə mən sualda da dedim. PAN şəbəkəsi ən çox istifadə olunan texnologiya nədir? Bluetooth. Mən elə şeylərə dedim. Düzdür. Baxaq rekordda gedirmi? Bəli, gedir. Koaksial kabelin əsas üstünlüyü nədir? Neçənci sual? 5. Əsas üstünlüyü nədir? Koaksial kabel. Ümumiyyətlə, koaksial kabel. Bunu nəyə həlcə edimsiz? Koaksial kabel hansı idi? Kabelləri sayın ümumiyyətlə hansılar var idi? Aha, əla. Bəli, bəli. İndi ən sürətlisi hansıdır bunlardan? İşıq sürət... Bəli, burada nə yazılıb? Bəli, deməli koaksial sürətli ola bilər, fiber optiqən sürətlidirsə. Deməli. Bəli, dözümlüdür. Çünki niyə görə? Üstün mis örtülü təbəqə olduğuna görə. Səhvdir. Heç də olmaz, səhv eləyə öyrənir insan, narahat olmayın. Sonra 6. Burulmuş cüt kabeldə naqillərin burulmasının məqsədi nədir? Bəli, siqnal itkilərinin müdaxilələri azaltmaq, düzdür. 7. Optik lifli kabelində məlumat hansı vasitə ilə ötürülür? Adı üstündə optik lifli kabel nədir? Ən sürətlidir. Ən sürətli olduğuna görə nədən istifadə olunur? İşıqdan. Düzdür, düzdür. Aşağıdakı cihazlardan hansı OSMAD ikinci? OSMAD ikinci səviyyəsi nə idi? Şəbəkə. Düzdür, yəni şəbəkə. Nə idi? Şəbəkə. Buna görə nədir? Switch. Hub ilə switch arasındakı əsas fərq nədir? Hub məlumatı bütün portlara hamıya göndərir. Switch isə yalnız seçilmiş insanlara, yəni B.
10. Router hansı məqsədlə istifadə olunur? Nə yazmısınız? Router hansı məqsədlə istifadə olunur? Şəbəkələr arasında marşrutlaşdırıcını aparmaq. Düzdür. Çünki routerun vəzifəsi nədir? Router paylayan qrupudur. Bəli, bəli. 11. Modemin əsas funksiyası nədir? Bəli. Onlar nə idi? Modulyator, demodulyator nə idi? Aha, bəli. Rəqəmsalı analoqa, analoqu rəqəmsala. Rəqəmsalı analoqa, rəqəmsalı analoqa, analoqu rəqəmsala. Düzdür yəni. Aşağıdakı kabel növlərinin hansı ən yüksək ötürmə sürəti? Hələ bu bayaqki sualdan bir növ onun tam tərsi. Orada deyildi ki, ən sürətlisi hansıdır? Burada dikən sürətli, fiber optik düzdür. Onun üçün aşağıdakılardan hansı şəbəkə cihazı deyil? Skaner. Yaxşı, skaner nə qurğusudur? Giriş yoxsa çıxış? Giriş qurğusudur. Bəli, bəli. Cat 6 kabel əsasən nə üçün istifadə olunur? Yüksək sürətli Ethernet bağlantıları düzdür. Aha. Aşağıdakılar arasında pamsız sim nümunəsidir. Bu sadə sual idi. Məncə buranın sadə sualı hələ buydu. Yəni, adından da göründüyü kimi düzdür. Switch MAC ünvanları hansı cədvəldən saxlayır? Bu da əslində sadə idi. Sadəcə ulduz qoydum ki, keçməmişəm. Yəni MAC adres. Yəni adres isə hardasa. Bəli, bəli. Fiber optik kabel elektromaqnetik təsirlərdən necə təsirlənir? Cavab heç təsirlənmir. Nəyə görə? Çünki fiber optik kabel elektromaqnetlə işi yoxdur. Əgər burada burulmuş cüt desəydi, koaksial desəydi, hə, təsirlənərdi. Amma fiber optikin işi olmadığına görə, çünki onun işi nədəndir? İşıq impulslarından gedir, hərəkət etdirir və işıq impulslarına davam etdirdiyinə görə burada heç bir şəkildə nədir? Təsirlənmir. Təsirlənməyəcəyinə görə də işıq impulsları olduğuna görə də nə olur? Təsir baş vermir və təsirlənmir. Düzdür? Cavab nədir? Təsirlənmir. 18. Bir universitetin kampus nə yazdım? Müxtəlif binaların, kampusun müxtəlif binaların birləşdirən şəbəkə daha çox hansı növə aid ola bilər? Nə yazmısınız? LAN kabel. Mən nə dedim? Dedim ki, elə bir ərazidir ki, nə LAN istifadə edilə biləcəyi qədər kiçikdir, nə də WAN istifadə edə biləcəyi qədər böyükdür. Sizdən burada soruşda ki, universitetin otağını hansına istifadə etmək olar? Deyərdiniz LAN. Amma deyirək universitetin kampusunu, yəni iri bir ərazini MAN şəbəkə metodunu. Bunları qarışdırmayın. Bəli, bunları qarışdırmayın. MAN. Nə deyir? 19. Aşağıdakı cihazda hansı məlumat paketlərini ən yaxşı marşrutlaşdırıcı seçir? Cavab nədir? Baxın, burada paketlərdən ən yaxşı marşrutlaşdırıcı seçir. Router. Router. Paketləşdirici routerdur. UTP kabelinin kabelində ekranlama shielding varmı? UTP kabelində. Bəli, yoxdur, düzdür. OCI modelinə görə hub hansı səviyyədə işləyir? Ən birinci səviyyə, fiziki səviyyədə. Niyə? Çünki fiziki səviyyədə ailə toxunursunuz. 22-də nə deyir? 22-də deyir ki, dəməz qeydə də baxaq, gedirmi də yəqin ki, gedir. 22-də nə deyir? 22-ci sual görünür, hə. Aşağıdakılardan hansı şəbəkə performansını artırmaq üçün istifadə olunur? Şəbəkə performansı, repeater. Niyə görə? Modem bir otaqdadır, hər bir otağa ayrı-ayrı repeater qoşulur ki, modem digərlərinə daha sürətli formada nə eləsin? Gəlsin. Düzdür? Deməli, nə? Düzdür. Koaksial kabel keçmişdə əsasən hansı şəbəkələrdən istifadə olunurdu? Koaksial kabel keçmişdə cavab nədir? Ethernet. Niyə görə? Çünki Bluetooth-la qoşulma olmadığına görə gətirib Ethernet kabelini taxırdınız. Access point-in əsas vəzifəsi nədir? Access point-in əsas vəzifəsi nədir? Simsiz cihazları şəbəkəyə qoşulur. Access point yumru bir cihazdır. Hər otaqda, patologda, nə bilim, daha çox patologda vurulur. Həmin otağa Wi-Fi çatmayanda onu eləyir, Wi-Fi gətirir, ora qoşur və siz də həmin Wi-Fi-ni eləyir, qoşur. Ona görə nədir? Simsiz. Bəli, bəli.
Baxın, budur da. Yumru ya da kvadrat. Yumru olur adətən. Ya da kvadrat bir cihazdır. Baxın belə bir yumru bir cihazdır. Bəli, access point budur. Modem kimi də. Sonra 25 idi aşağıdakilərdən, aşağıdakilərdən ən geniş ərazi falan adından da bilindiyi kimi. 26-cı sual. 26-cı sualda yazmışsınız ki, aşağıdakılar protokollar elektron poçt göndərməkdən. Nədir burada cavab? Göndərir də, yəni göndərir. Qəbul eləyən nədir? IMAP-dən popuş, düzdür? Yo, biridir. IMAP-dən popuş qəbul edir. Göndərən SMTP-dir. TP, SMP yox. Bu sualı dedim ki, yəni deyəndə gedəcəz bu nə səhvdir. Bax, ona görə bilə-bilə ikisini də salmışam. SMP-ni, SMTP-ni. Burada qəbul edən SMTP-dir. SMTP, SMTP. Send Mail Transfer Protocol. Send Mail Transfer Protocol. Açılışı. SMTP. SMTP. Bəli. 27. Aşağıdakilərdən hansı IP version 6 ünvanlarının etibarlı nümunələridir? Cavab nədir burada? Cavab biri C-dir, düzdür. Digəri də A-dır. Biri səhv, biri düz. 0.5. 28. Nə deyir? 28. Şəbəkədə iş stansiyaları DHCP serverindən istifadə etmək üçün konfigurasiya iş stansiyanı hər bir digər kompüterlə əlaqə qura bilir. Onun IP ünvanı budur. Problem yox, DHCP paylayan cihaz yoxdur. Düzdür. Bəli. Hə, bunu nə yazmısınız? Bax, bayaqlar sinifləri soruşdum sizdən. Dediniz ki, A-dan 126, B-dən 120, nə idi? 127, 192-yə qədər, 191-ə qədər. Burada da nə ilə başlayır? 171 ilə. B sinifi, B. Bəli. Siz internet qoşulmayacaq kiçik bir şəbəkə qurursunuz. Siz kompüter istəyirsiniz, host adlarından istifadə edə bir-birinə yeni təqdim edəcək. APIPA nədir? APIPA odur ki, Vüqar bəy, DHCP işləməyəndə avtomatik IP verir. APIPA. Automation IP verir sizə. Bunun bura nə aidiyyatı var? Sizə bu işləmirsə necə avtomatik IP versin? Burada məsələ DNS yoxdur, domain name sistemlə qoşulmalı. Çünki kompüterlər bir-birini domain sistemlə tanıyır. Domain name sistemlə tanıyır. Yeni sayacam da saymadım ki, belə gəldi mənə. Səhvlərə bax, 30 sual idi da. 1 sərf burada, 2 sərf. Olsun 0.5. 0.2, 2.5, 3.5. Kaydı durduraq.